صل على محمد وآل محمد اللهم صل. Ya Allah, hər birinizi yeni dərsdə salamlayırıq. Fars dilindən 24-cü dərsdəyik. Qalmışdıq در مغازه kitab furuşi. İlk növbədə baxaq, vaxt itirmədən tez lüğətə. Məğazə kitab furuşi. Kitab mağazası yazılıb burada, amma əslində furuşi, yəni satılan, kitab satılan mağaza. Kitab furuş, yəni kitab satan. 53 və burada o kimi oxunacaq. 53, yəni 53. Hər kodam, hər biri. Xəridənd, aldılar. Ba xoşhali, yəni sevinclə. Baxırıq bəs mətnimizə. Əfsanə və Səməd به مغازه کتاب فروشی رفتند. Əfsanə və Səməd kitab satılan mağazaya getdilər və az kitab furuş پرسیدند və kitab satandan soruşdular. Kitab زبان فارسی دارید؟ Fars dili kitabı varınızdır? Bəli, darim, bəli, varımızdır. Qiymətəş çəndə است? Qiyməti neçədir? Yəni, neçəyədir bu cür deyirlər. Məsələn, qiymətəş çəndə است? 53 kopek. 53 qəpik. Xub, 2 ta به ما بدهید. Yaxşı, 2 dənə bizə verin. Hər kodam, hər biri 53 kopek دادند. 53 qəpik verdilər. Və kitab زبان فارسی خریدند. Və fars dili kitabı aldılar. Diqqət eləyə, indi sual verə bilərsiniz ki, 53 qəpiyə necə alına bilər? Bildiyiniz kimi bu kitab Azərbaycan dilinin qrammatikasına uyğun yazılıbdır və qədimi bir kitab, yəni SSR-nin zamanında yazılan bir kitabdır bu kitab. Ki biz buradan dərs oxuyuruq və fikrimcə çox gözəl bir üslubla hazırlanıbdır bu kitab. O zamanın qiymətinə uyğundur. Əfsanə qoft, burada düşübdür. Əfsanə dedi. Xahiş mikonəm, xahiş edirəm. 5 ta dəftər həm bedehid. 5 dənə dəftər də verin. Bedehid, yəni verin. Əfsanə 10 kopek dad. Əfsanə 10 qəpik verdi və 5 ta dəftər xərid və 5 dənə dəftər aldı. Anha ba xoşhali be xanə amədənd. Onlar sevinclə evə gəldilər. Suallara cavab verin. Əfsanə və Səməd be koca rəftənd. Əfsanə və Səməd hara getdilər? Anha az kitab furuş çə پرسیدند. Onlar kitab satandan nə soruşdular? Bunları bir-bir yazıb cavablayacaqsınız. Cümlələri farsçaya tərcümə eləyin. Mənim dəftərim müəllimdədir. Yəni dəftərim mən nəzdi amuzqar است və digərlərini də özünüz yazacaqsınız. 1-dən 10-a qədər farsça sayın və hərflərlə yazın. Yazmağa ehtiyac yoxdur. Hər biriniz 1-dən 10-a qədər müəllim və ya müəlliməniz üçün sayacaqsınız. Rəngha. Baxaq birinci lüğətə. Lüğətdə bir çox sözlər olar ki, olmasın. Siz özünüz qeyd eləyin öz lüğət dəftərinizdə. Əşya, hələ əşya deməkdir. Meyvə, yəni meyvə. Hətmən, mütləq. Xahişod, olacaqsan. Təşxis midəhi, yəni fərqləndirirsən. Bir daha burada bildirək. Əziz tələbələrimizdən xahişimiz var ki, çox xahiş edirik. Videoları bəyənin, şərh yaza bilənlər bu əziyyətin müqabilində şərh yazsınlar və digər insanlara da tövsiyə eləsinlər ki, bundan faydalansınlar. Rəngha, yəni rənglər. Şəb pedər şahin be xanə amədi. Gecə, yəni axşam, Şahinin atası evə gəldi. Did ki, gördü ki, pesərəş oğlu
از روی کتاب ders. Dərs kitabının üzündən, yəni üzərindən şəkilha میکشید. Şəkillər çəkir. Və anha ra rəng mizənət və onları rəngləyir. Rəng vurur, yəni rəngləyir. Peder Şahin xeyli xoşhal şod. Şahinin atası çox sevindi. Və pəhluye o neveşt və onun yanında əyləşdi, oturdu və qoft və dedi: Mən mibinəm ki, mən görürəm ki, تو مثل یک نقاش کار میکنی. Sən bir rəssam kimi, rəssam mislində işləyirsən. Meyvəha və əşya ra xub rəng mizəni. Meyvələr və əşyaları yaxşı rəng vurursan, yəni yaxşı rəngləyirsən. İstəyirəm həm mədəni dildə deyim, həm qeyri-mədəni dildə deyim ki, ikisini də bilmiş olasınız. Mizəni, yəni vurursan deməkdir, yəni rəngləyirsən, amma biz deyəcəyik tərcümədə. Begu bebinəm, de görüm, in rəngha ra, bu rəngləri be zəban farsi çə miquyənd. Bu rənglərə fars dilində nə deyilir? Şahin meyvəha və əşya ra yek be yek neşan dadı. Şahin meyvələr və əşyaları bir-bir göstərdi, nişan verdi. Qoft, dedi: Rəng insib qırmız است. Bu almanın rəngi qırmızıdır. Rəng limu zərd است. Limonun rəngi sarıdır. Rəng medad abist. Karandaşın rəngi göydür. Rəng bərg səbz. Yarpağın rəngi yaşıl. Rəng gəc sefid. Təbaşirin rəngi ağ. Rəng xodnevis siyah. Avtomat qələmin rəngi qara. Rəng medad pakkon. Pozanın rəngi xakestəri, yəni torpaq rəngində və kif qəhvəyi rəng است və çanta qəhvəyi rəngdir. Pedərəş Şahin ra busid və qoft. Şahinin atası busid öpdü. Pedərəş atası Şahin ra Şahini busid öpdü və qoft və dedi: تو رنگها را خیلی خوب تشخیص می دهی. Sən rəngləri çox yaxşı fərqləndirirsən. Afərin. Hətmən nəxxaş xahi şod. Mütləq rəssam olacaqsan. Baxırıq, rəng adlarını yazın. Birinci çalışma. Bunu qeyd edəcəksiniz lüğətdə. Şəkilləri dəftərinizə çəkin və öz rəngində rəngləyin. Bunları da bacaranlar, istəyənlər eləyərlər, mütləq deyil. Suallara həm müsbət, həm də mənfi cavab verin. Limu zərd است. Limon sarıdır. Deyəcək misən, bəli, limu zərd است. Bəli, limon sarıdır və yaxud da deyəcək ki, nə xeyr, limu zərd nist. Bunları da yazmağa ehtiyac yoxdur, amma müəlliminiz üçün bunları oxuyub deyəcəksiniz. Və gələn dərsimiz Azərbaycan haqqında olacaq. Əlhəmdülillah, gələn dərsdə görüşmək ümidi ilə.